Kitabxana işi haqqında Azərbaycan Respublikasının qanunu. Bu qanun Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsiplərini, kitabxana işinin və kitabxana sisteminin ümumi əsaslarını, kitabxana fondlarının formalaşdırılması və mühafizəsi tələblərini, kitabxanaların maliyyələşdirmə mənbələrini, kitabxanalardan istifadə sahəsində vətəndaşların hüquq və vəzifələrini, kitabxana işi sahəsində beynəlxalq əməkdaşlığın prinsiplərini müəyyən edir. Ümumi müddəalar 1-ci fəsil. Maddə 1. Əsas anlayışlar. Bu qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir. Kitabxana elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institut. Kitabxana işi elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə fəaliyyəti sahəsi kimi kitabxana sisteminin təşkili və inkişafını, kitabxana fondlarının formalaşdırılmasını, hüquqi və fiziki şəxslərə kitabxana, informasiya və biblioqrafiya xidməti qaydalarını, kitabxanaçı biblioqraf kadrlarının hazırlanmasını, kitabxanaların inkişafının elmi-metodik təminatını əhatə edən fəaliyyət sahəsi. Kitabxanaçı kitabxana işi sahəsində fəaliyyət göstərən müvafiq ixtisaslı mütəxəssis. Sənəd informasiyanın mətn, səs yazma və təsvir formasında qeydə alınan, müəyyən zaman və məkan daxilində informasiyanın verilməsi və ya qorunması məqsədini daşıyan maddi obyekt. Kitabxana fəaliyyəti oxucuların sərbəst surətdə informasiya almaq hüququnu təmin edən, onların kitablara, dövrü nəşrlərə və kitabxana fondunun təşkil edən digər sənədlərə olan tələbatını ödəmək məqsədi ilə həyata keçirilən fəaliyyət. Mərkəzləşdirilmiş kitabxana sistemləri MKS, eyni sistemə aid olan kitabxanaların vahid strukturda könüllü birləşməsi. Kitabxana fondu ictimai istifadə məqsədi ilə kitabxananın vəzifələrinə uyğun şəkildə formalaşmış çap əsərləri və məlumat daşıyıcılarının məcmusu. Bu maddə 1 idi. Maddə 2. Kitabxana işi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi. Kitabxana işi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi bu qanundan Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Maddə 3. Kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin vəzifələri. Kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır. Kitabxanalarda mühafizə olunan mədəni sərvətlərdən və informasiya vasitələrindən istifadənin hamı üçün açıq olması. Milli sərvət olan kitabxanalara dövlət qayğısı, onların fondların toxunulmazlığı və üstün maliyyələşdirilməsi. Kitabxana işi sahəsində dövlətin vəzifələri aşağıdakılardır. Kitabxana işinin inkişafına dair dövlət proqramının hazırlanması və həyata keçirilməsi. Kitabxana fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının qəbul və tətbiq edilməsi. Kitabxana işinin avtomatlaşdırılması və kitabxana fondlarının tədricən müasir informasiya daşıyıcılarına köçürülməsi. Elektron mübadilə sistemlərdən, internetdən və s. istifadə və milli fondların həmin sistemlərdə əks olunması. Milli və dünya mədəniyyəti sərvətlərinə yiyələnməyə yönəldilən informasiya sisteminin yaradılması.
Dövlət kitabxana fondlarının mühafizəsi və inkişafı, dövlət kitabxanalarının milli və xarici ədəbiyyatla ardıcıl təchizat sisteminin yaradılması, xarici ölkə kitabxanalarında saxlanılan milli sərvət hesab olunan nadir kitabların və əlyazmaların imkan olmadıqda surətlərinin Azərbaycan Respublikasına qaytarılmasının təmin olunması, dövlət kitabxana binalarının tikilməsi, əsaslı təmiri, dövlət kitabxanalarının müasir avadanlıq və texniki vasitələrlə təchiz edilməsi, kitabxana işinə dair elmi tədqiqatların və metodik tədbirlərin həyata keçirilməsinə köməklik göstərilməsi, kitabxana kadrları hazırlayan və ya onların ixtisasının artırılmasını həyata keçirən təhsil müəssisələrinin yaradılması və fəaliyyətinin təşkili, təbii fəlakət, silahlı münaqişə və müharibə zamanı kitabxana fondlarının mühafizəsinin təmin olunması, qeyri-dövlət kitabxanalarının inkişafına şərait yaradılması, kitabxana işinə dair dövlət standartlarının müəyyən olunması, kitabxana fondlarının statistik uçotunun aparılması. Maddə 4. Kitabxana fəaliyyətinin əsas istiqamətləri. Kitabxana fəaliyyətinin əsas istiqamətləri sənəd informasiya fondlarının formalaşdırmasından, mühafizəsindən və bu materialların hüquqi və fiziki şəxslərə istifadəyə verilməsindən, kitabxanalarda toplanıb saxlanılan informasiya vasitələrinin mübadiləsinə imkan verən vahid informasiya məkanının yaradılmasından ibarətdir.